Salam değerli idman severler. Dostlar bak gördüğünüz bu ara el, barmaq hissəsi. Bu sadece bu çəkini tutmaq üçün bir vasitədir. Və salam. Əgər sən çiyin işləyirsənsə, çiyinin yan deltasına nə etmək lazımdır? Bax belə eləmə. Burada dərhal bilinir ki, sənin məqsədin ancaq qolu qaldırım belə eləməkdir. Yox dostlar, bax belə. Bax belə gəlməlidir. Sən belə eləmə dostum. Sən məqsədin qolda olmasın. Lap olsun qolun qabağı biceps hərəkəti. Ancaq bax belə qaldırırlar. Belə dirsək qalır yerində. Bunu bağlamaq olmur axı. Məcbur olursun belə eləyir. Atır. Yox dostlar, bax fikrin harda olmalıdır? Burada. Bu sadəcə dediyim kimi vasitədir, bax. Bəs o. Buraxanda da nə edirsən? Yenidən yerinə. Bax çox belə eləmirsən qabağa. Çiyinə gedir. Ya da ki dayanan yerdə belə eləmirsən, belə. Bunu ağır əlində çəki olsa bunu bağlaya bilməyəcəksən. Bu bir daha söylürəm ki, bu bir vasitədir. Və salam, qısa, konkret. Nəinki çiyin qol, kürək də işləndə fikriniz kürəkdə olsun. Yəni beyinlə əzələ bir-birini tamamlamalıdır və yəni təmasda olmalıdır. Və salam, hər kəsə uğurlar.